qurudulmuş pomidor, violini pomidor deyirlər, nə bilim, bu qurudulur pomidor, yay mövsümündə özümüzdə yarı bölüb balqat sortu olan pomidora, yəni suyu az olan pomidoru. Yay günəşin altında da quruda bilərik, Bakıda əncili bağlarda qəşəng quruduruq. Quruyandan sonra mütləq oregano vurulmalıdır və zeytun yağında illərlə qalan bir məhsuldur. Yəni, hər ölkənin bir məhsulu var, hər ölkə yeməyinə bir nəyi istifadə edir. İtalyanlar da daha çox bayraqlarının rəngində olan ağ pendir, qırmızı pomidor, tomat, yaşıl da bazilika, yəni ağ reyhan. Bütün yeməklərində var, pendirin neçə cürü. Allah qismət eləyər inşallah İtaliyaya gedərsiniz, gəzərsiniz, küçələrdə qoyulur xanımlar, yaşlı insanlar hazırlayır, heç almasın da yaxınlaşıb, soruşub, sual verə bilərsən, baxa bilərsən. Mətbəx zəngindir, dünyada ən çox un məmulatı tükədən insanlardılar, amma görürsünüz ki, hamısı arıqdır, qəşəngdir. Çünki onlar o pastaların, o xəmir makaronların, spagettilərin xəşili çıxana qədər el arasında bişirmirlər, yemirlər, al dente yeyirlər, dişə dəyən. Onun içərisindəki o glutenini xəmir eləyib bağırsağımıza yapışana qədər pişirmək lazım deyil. Unun ən keyfiyyətli ununu istifadə eləmək lazımdır. Zeytun yağının da başqa ingrediyentlərində. İnşallah bugün hazırlayaq.